Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Değerli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi asan və tez başa gələn, 3 günə yeyə bilən xiyar turşusu hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi həyətimdə özüm əkdiyim, tam təbii, dərmansız xiyarları yığıram. Həm xiyar, həm nanə, reyhan, quruşud, hamısını öz həyətimdən yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Hamısını yığdım və bunları təmiz-təmiz yudum. Keçirik bankaya yığmağa. Mən bunları doğrayıb bankaya yığacağım. İlk öncə bankaya qara dənəvər istiot əlavə edirəm. Və hər bankamıza 2 diş sarımsaq əlavə edirəm. 1 ədəd dəfnə yarpağı və yığdığım şüd, nanə, reyhan, hərəsindən bir qanad əlavə edirəm. Siz istəsəz bu bitkilərdən əlavə etməyə də bilərsiniz. Sadəcə məndə olduğu üçün əlavə etdim və çox dadlı alındı. Xiyarı da bu qaydada doğrayıb bankaya yığacağım. Xiyarlar iri olduğu üçün mən bunları doğrayıb tutacağım. Dediyim kimi asan və tez başa gəlir. Artıq gördüyünüz kimi xiyarın hamısını bu qaydada doğradım və bankalara doldururam. Bankanı gördüyünüz qaydada doldurdum və ikinci bankamızı da eyni qayda ilə doldururam. Səhifəmdə xiyar tutmasının videoları çoxdur. Bir neçə növdə hazırlamışam. Və hər bankamıza 1 çay qaşığı duz əlavə edirəm. 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Və hər bankaya 1 çay qaşığı uksus əlavə edirəm. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Gördüyünüz kimi buxarı da çıxır. Su qaynar olmalıdır. Qaynar suyu da əlavə etdim və bunların qapaqlarını bərk-bərk bağlayıram. Qeyd edim ki, qapaq təzə olmalıdır ki, hava çəkməsin, xarab olmasın. Artıq gördüyünüz kimi turşumuz hazırdır. Mən bunu 3 gündən sonra açıb sizlərə göstərəcəm. Bunu 3 gündən sonra yeyə də bilərsiniz və yaxud qışa saxlaya bilərsiniz, fərqi yoxdur. Sadəcə mən bunu 3-cü günün sizə göstərəcəm ki, artıq bunu yemək olur. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.